Salam əziz abituriyentlər. MHŞ həndəsə kitabından belə bir üçbucaq sualının həllinə baxaq. Deməli deyir ki, bucaq A 90 dərəcədir. 3AB 2BD-yə bərabərdir. CD 6 santimetrdir. BC 12 santimetrdir. Sinus x'i soruşur. Yəni x bucağının sinusunu soruşur. Bu sualı həlləmək üçün mən BDC üçbucağının sahəsindən istifadə edəcəm. Əvvəlcə bu verilənə baxaq. Burada deyir ki, 3AB 2BD-yə bərabərdir. Əgər 3AB 2BD-dirsə, mən AB-yə 2K, BD-yə 3K deyə bilərəm. Bu BDC üçbucağının sahəsini iki yolla biz hesablaya bilərik. Bir, SBDC bərabərdir 2/1 AB sinus alfa düsturundan. Yəni iki tərəf 2/1 vurulsun 3K vurulsun 12 vurulsun sinus x. Bu da bərabər olacaq. 12 ilə 2-ni ixtisar etsək 18K sinus x. Bir də 2/1 AH düsturundan. Burada görürəm ki, BDC üçbucağı kırbucaqlı üçbucaqdır. B nöqtəsindən CD tərəfinə çəkilmiş hündürlük CD-nin uzantısına çəkilmiş hündürlükdür. Yəni AB BDC üçbucağının hündürlüyüdür. Onda SBDC-ni bu şəkildə tapa bilərik. 2/1 AH. A burada 6 santimetrdir, H da 2K'dır. Yəni 6 vurulsun 2K. Bu da bərabər olacaq 6K'ya. Bu iki sahəni bir-birinə bərabərləşdirə bilərik. Onda 6K bərabər olacaq, 6K bərabər olacaq 18K vurulsun sinus x'ə. Buradan sinus x bərabər olacaq 6K bölünsün 18K. Bunu da ixtisar etsək 3/1 olacaq. Deməli x bucağının sinusu, yəni sinus x bərabər olacaq 3/1-ə.